Salam əzizləyicilər. Bugün sizə göstərəcəyik Minecraftda necə skin dəyişirlər. Minecraftda, yəni paltarı necə dəyişirlər. Bu ancaq deyəsən, bir dəqiqə baxım. Bu ancaq Java'da işə yarayır. Yəni Bedrock'da olmayacaq. İndi bəlkə gələcəkdə gələ bilər Bedrock'da, Java'da olur ancaq. İlk öncə giririk Google'a. Google'a girdikdə axtarışa yazırıq Nova Skin. Slash qoymasaz da olar. Buna ilkə basıb, məsələn mən indi bayaq bunu yüklədim. İstədiyinizi yazırsınız bura. Məsələn BMW. Baxın. Burada dəqiqə. Baxaq. Bax BMW karakterləri var. Mən deyəsən bu deyib bundan yükləmişəm mən. Baxın, bunu da yükləyək. İndi bax bunu yükləyək məsələn. Bu da zor formulaların karakteridir. İndi bax məsələn karakterə belə rəng də qata bilərsiniz. Bax buradan rəng seçib belə rəngləyə də bilərsiniz karakterləri. İndi mən buradan da bir dənə eləsin qoyum. Sonra burada save-a basırıq. Burada bir dənə bax bura yazmırsınız. Ən yuxarı bura yazırsınız. İstədiyiniz adı qoyursunuz. Mən qoyuram BMW K. Bilmirəm niyə K qoydum, amma yazıq. Bilmirəm. Save-a basırıq. Sonra buradan X-a basırıq, gözləyirik. Belə bir ekran gəlir yenidən. Buradan download-a basırıq. Baxın, yükləndi. İndi giririk Minecraft Launcher-a. Bu orijinal olmalıdır ki, yarasın işə. Giririk, burada görünümlər var. Görünümlərə giririk. Baxın, mən burada nə qədər karakter yükləmişəm belə. Yeni görünümə tıklayırıq. Göz at. Göz ata basırıq. Deyib BMW K. 2 dəfə basırıq, karakter gəldi. İndi bunları bir dənə ad qoyaq. BMW K yenə. İstədiyiniz belə pelerin də qoya bilərsiniz, amma mən qoymuram. Kaydet və kullan. Hal-hazırda əynimizdə budur. Kullana basırıq. İndi bir dənə oyuna girək baxaq. Oyuna basırıq. Bu arada 21.10 çıxıb sürün. Azərbaycan dili var oyunda, Minecraftda. Bedrock'da deyəsən yox idi. Bedrock'da heç görməmişəm. İndi girir oyuna. Oyun açıldı. Və buradan tək oyunçulu deyirik. Yeni dünya yarat. İndi burada yeni dünya yaradılır. Və karakterə baxın. BMW karakter. Bir də baxın Azərbaycan dilində də oyun. Nəysə əzizləyicilər, sağ olun, salamat qalın. Sağ olun, salamat qalın.